Futbolçular salamlaşırlar bizdə. Start heyətlərlə tanış olaq. Başlayaq. Zirədən qapını 97 Thiago Silva qoruyur. 32 kapitan Qismət Aliyev, 26 Stefan Akam, 4 Ruan Renato. Zirə klubunun icraçı direktoru Cahangir Məmmədov tərəfindən beləliklə baş hakim Elvin Bayramovun start ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyişov şərh edəcək. Top Zirədədir. Cibrila. İsa Cibrila. İsa Cibriladan ötürmə başla zərbə. Top qapıdan bir xeyli aralı keçir. Ricardo Martins. Portuqaliyalı futbolcu. Topu sola ötürdü. Iron Gomis. Cibrila. Çatdı topa. Eşkin var qarşısında İsa Cibrila. Əla sürət İsa Cibriladan. İsa Cibrila. İsa Cibrila. Oy oy oy. Kritik müdaxilə idi bu. Balua ötürməsini edir. Zərbə gəlmədi. Özü baxacaq Varam. Bir neçə rakursdan epizodun təkrarını izlədik. Qərar penalti. Zirənin qapısına penalti təyin edilir. Ləndirildi. Sangare, Thiago Silva. Thiago Silva Zirəni qoldan xilas edir. Sangare'nin zərbəsini dəf etməyi bacardı. Papunaşvili qeyriləyə götürümü, amma top Zirə futbolçularındadır. Cibrila. Cibrila irəliləyir, ötürmə. Qəbələ futbolçuları top uzaqlaşdırırlar. Martins. Martins'in zərbəsi top qapıdan az təkrar alı keçir. Ricardo Martins. Qüvvətli zərbə indirmişdi. Baxaq epizodun təkrarına. Çox az fərqli aralı keçir top qapıdan. Mikels. Ötürmə edir. Və burada kritik müdaxilə gəldi əslində. Şuarları səsləndirdilər. Bir qədər əvvəlki epizodun təkrar rejissorumuz tərəfindən göstərilir. İbrahim Konate. Qərarını etsə bir qədər sonra açıqlanacaq. Fərqli rakursdan izləyirik. Neçə rakursdan izləyirik epizodun təkrarını. Yenə özü baxır. Elvin Bayramov. Qərar penalti. Bu dəfə Qəbələnin qapısına penalti təyin edilir. Fil səsləndirilir. Renato, Ruan Renato, Ruan və gol! Zirə hesabatçı. Ruan Renato. Qolun müəllifidir. O bu mövsüm 3-cü qolunu vurdu. Ümumilikdə isə 12 dəfə fərqlənib Ruan Renato. Topu sağ aşağı küncə göndərir. Ötürmə gəlir. Başla zərbə və topu son anda qapıdan çıxardı Qəbələnin futbolçusu. Bununla da ilk hissə başa çatdı. Zirə Qəbələ görüşündə. Sonuncu epizoda baxaq. Topu uzaqlaşdırdı. Eşkin Əhmədov. Zirə futbolçusunda qalar.
Junior Martins. Martinsin uzaqdan zərbəsi. Top qapıdan aralı keçdi. Və zərbə. Top meydandan çıxdı. Bir neçə rakursdan izləyirik epizodun təkrarını. Prince Ovoso. Ovoso ötürmə Balua. Zərbə. Oy oy oy. Və hakim penalti nöqtəsini göstərir. Qarşılaşmanın baş hakimi 11 metrlik nöqtəni göstərir. Təkrara bu epizoda görə Zirənin qapısına penalti təyin edilir. Hakim bildirir ki, 50 oyun var. Vara baxacaq. Qərar verildi. Penalti yoxdur. Oyski ötürməsini edir Konate'yə. Konate sürətlidir. Konate ötürmə etdi Konate. Ceyhun Nuriyev. Bogomolski. Bogomolski. Igor Bogomolski. Top qapıdan asla qaralı keçir. Baxaq təkrara. Hər şey yaxşı etdi Igor Bogomolski, amma onun zərbəsindən sonra top az fərqlə qapıdan aralı keçdi. Bir neçə rakursdan epizodun təkrarını izləyirik. Qarşılaşmanın baş hakimi maçın final fitini səsləndirir. Zirə doğma azarkeşlər önündə Qəbələli minimal hesabla məğlub etməyi bacarır.